Təbii ki, bizdə də, yəni digər ölkələrdə olan trendlərdən ən böyük trend hal-hazırda süni intellekt və AI məsələsidir. Və mən daha çox tərəfdarıyam ki, ümumiyyətlə içəridə də spikerlər öz çıxışlarında qeyd elədi. Marketinq daha çox emosiya məsələsidir və sən insanlarla bir növ bağ qurmalısan. Və mənim hal-hazırda müşahidə elədiyim Azərbaycan ekosistemində məsələ odur ki, bizdə süni intellektə daha çox əsaslanılır, marketinq kommunikasiyaları, PR kommunikasiyaları. Mən təklif eləyərdim ki, bu daha çox insan yönümlü olsun və daha çox emosiyalara bağlı olsun. Ümumilikdə götürdükdə mən düşünürəm ki, Azərbaycanda marketinq və öz backgroundumla uyğun olan kommunikasiya sahəsi çox gözəl şəkildə inkişaf edib və hal-hazırda da etməkdədir. Bu sahədə çox yaxşı mütəxəssislər var və hal-hazırda da yetişməkdədir. Nə xoş ki, daha belə deyim, sahədə təcrübəsi çox olan insanlar özündən sonra kimlərisə yetişdirib bu sahədə işləməklərinə fəaliyyət dəstək göstərirlər. Siz sağ olun, xoş oldu.